Bitcoin sistemi işləyir. İnsanlar bir-birinə pul göndərə bilir, amma maraqlı bir məqam var. Bu sistemdə yeni bitcoinlər hardan gəlir? Onları kim yaradır? Bir bank mı, bir şirkət mi? Yoxsa sistem tamamilə başqa cür işləyir? Ənənəvi pul sistemində yeni pul yaratmaq səlahiyyəti mərkəzi bankların əlindədir. Onlar istədikləri zaman yeni pul çap edə bilirlər. Amma bunun bir nəticəsi var. Dövriyyədə olan pul sayı artdıqca pulun alıcılıq gücü azalır. Sadə dillə desək, əgər bazarda eyni məhsullar var, amma pul daha çoxdursa, qiymətlər qalxmağa başlayır. Bu o deməkdir ki, bugün 1 manata aldığın bir məhsul bir müddət sonra 2 və ya 3 manata qalxa bilər. Yəni pulun sayı artır, amma onun dəyəri azalır. Bitcoin isə tam fərqli bir prinsip ilə işləyir. Bitcoin sistemində yeni bitcoinlərin yaranması prosesi mining adlanır. Bu prosesi həyata keçirən insanlara isə miner deyilir. Minerlər şəbəkəyə qoşulmuş güclü kompüterlər işlədən iştirakçılardır. Onlar şəbəkənin işləməsinə kömək edir. Bitcoin şəbəkəsində davamlı olaraq əməliyyatlar baş verir. Məsələn, bir insan başqa birinə bitcoin göndərir. Bu əməliyyatlar şəbəkədə toplanır. Minerlərin işi isə bu əməliyyatları bir yerə yığmaq və onları yeni bir blok halına gətirməkdir. Amma blok yaratmaq sadəcə əməliyyatları toplamaq demək deyil. Blokun zəncirə əlavə olunması üçün miner bir riyazi problemi həll etməlidir. Bu problem belə işləyir. Miner kompüteri blokun məlumatlarını götürür və bu məlumatlardan xüsusi bir rəqəm yaratmağa çalışır. Bu rəqəmə hash deyilir. Sistem isə deyir ki, tapılan hash müəyyən qaydalara uyğun olmalıdır. Məsələn, hash müəyyən sayda 0 ilə başlamalıdır. Miner kompüteri isə milyonlarla fərqli ehtimalı saniyədə yoxlayır. Yəni, kompüter dəfələrlə yeni kombinasiya yoxlayır. Doğru nəticə tapılan ana qədər. Bu prosesə proof of work, yəni iş sübutu deyilir. Şəbəkədə minlərlə miner var və hamısı eyni riyazi problemi həll etməyə çalışır. Yəni, minerlər arasında bir növ yarış başlayır. Kim doğru nəticəni hamıdan əvvəl əldə edərsə, yeni bloku yaratmaq hüququnu o qazanır. Miner doğru nəticəni tapdıqdan sonra yeni blok şəbəkəyə göndərilir. Şəbəkədəki digər kompüterlər bu bloku yoxlayır. Əgər bütün əməliyyatlar düzgündürsə, blok qəbul edilir və blok zəncirinə əlavə olunur. Beləliklə, şəbəkədəki əməliyyatlar rəsmi şəkildə təsdiqlənmiş olur. Bloku yaradan miner bu işin qarşılığında mükafat alır. Bu mükafat isə yeni yaradılan bitcoinlərdir. Burada maraqlı bir məqam var. Yeni bitcoin yaratmaq o demək deyil ki, kimsə onu bir yerdə çap edir. Sadəcə olaraq sistem blok yaradan minerə müəyyən sayda bitcoin verir. Bu bitcoinlər blok ilə birlikdə blok zəncirində yaranır. Yəni, yeni bitcoinlər bank tərəfindən deyil, şəbəkənin öz qaydaları ilə yaradılır. Bitcoin sistemində pul yaratmaq prosesi tamamilə qaydalarla işləyir. Heç bir bank, heç bir dövlət istədiyi zaman yeni bitcoin yarada bilməz. Sistemin necə çalışacağı əvvəlcədən proqramlaşdırılıb. Bitcoin sistemində yaradılacaq bitcoinlərin sayı sonsuz deyil. Bu say əvvəlcədən müəyyən edilib. Maksimum 21 milyon bitcoin olacaq. Bu isə o deməkdir ki, bitcoin məhdud bir resursdur. Beləliklə, bitcoin sistemində yeni pullar bir bank tərəfindən deyil, şəbəkədə iştirak edən minerlər tərəfindən yaranır. Və bütün bu proses açıq qaydalar əsasında blok zənciri üzərində çalışır. Məhz bu səbəbdən bitcoin sadəcə bir texnologiya deyil, yeni bir pul sistemidir.